Qidada nədir əsas? 4 dənə qida məhsulları hər növ şiş xəstəlikləri üçün məsləhət deyil, qadağandır. Şəkər, əsasən sənaye şəkəri, təbii şirinləri yemək olar, deyək ki, quru meyvələr, təbii meyvələr, təzə meyvələr, şəkər olmaz, ət olmaz, süd olmaz, mayalı çörək olmaz. Mayasız çörək olar, qatıq olar bir müddət. Və ümumiyyətlə cədvəl var, turşu qələvi qidaları. Orada bədəndə əsas proseslər, patoloji proseslər, xəstəlik prosesləri turşulu mühitdə gedir. Ona görə daha çox qələviləşdirən qidaları yemək lazımdır. Ən çox üstünlük vermək lazımdır. Limon, zəncəfil, sarımsaq, sarı kökə. Sarı kökün tərkibində elə bir maddə var ki, kurkumin. Onu birbaşa damara hətta yeridildirlər. Almaniyada mən olanda praktikada onu eləyirlər. Yanaşı hipertermiya eləyəndə çox gözəl effekt verir. Digər şişləri öldürən bir maddə var, B17 maddəsi deyilir, amigdalin. Bu da bütün çərəzlərdə, ən çox acı badamda və ərik çərəzlərində meydana ən çoxu odur. Ona görə onları çərdəklərində, məhz çərdəklərində və onları istifadə etdikdə belə sağlam insan özünü qorumuş olur. Həmən onun sistemi də var, iynə damar daxili, bir də həb şəkillərində də var. Təəssüflər olsun ki, Azərbaycanda yoxdur. Yəni, bütün dünyada var. Və eyni zamanda xüsusi maddələr də var. Misal üçün, arabina ksilan kimi. Bütün dünyada var, Azərbaycanda yoxdur. O, şiş əleyhinə hücre immunitetimizi 300 dəfə, 500 dəfə artıq qaldırır və onunla da tam sağalmaq olur. Yəni, bugün dünyada kifayət qədər üsullar var ki, şiş artıq hökm deyil, şiş xəstəliklərindən rahatcana sağalmaq olar. Kifayətdir ki, ilkindən bizə müraciət eləsinlər. Kompleks şəkildə bunlar hamısını eləmək lazımdır. Deməli, dediyim kimi, psixoloji işləm, qidanı düzəltmək, bədəni detoks eləmək, yəni təmizlətdirmək, ələxüsus imalələrdən istifadə olunması və belə bir hətta üsul var ki, 1920-ci, 30-cu illərdə Max Gerson tərəfindən bu işlənib, hazırlanıb və elə də deyirlər ki, Gerson protokolu. Orada imalələrdən təmiz, ekoloji təmiz qəhvələrdən istifadə olunur. 2 litr su ilə bu baş verir. Amma adi imalələr də adi su ilə, duzla, çoban yastığı ilə, periksi ilə, soda ilə bunlar da istifadə eləmək olar. Bunların da öz qaydası var. Eyni zamanda ağır keçirən xəstələrdə, asidozu çox olan xəstələrdə damar daxili sodanın yeridilməsi də hələ ki bizdə var, onlardan istifadə eləmək olar. Digər çox effektli üsul, müalicə üsulu birbaşa şişlərə təsir eləyənlərdən biri yüksək dozalı vitamin C istifadə eləməkdir. Bunu da Nobel mükafatı laureatı Linus Pauling ortaya qoyubdur. 1960-cı illərdən bu artıq ortadadır, amma protokollara yenə də bu daxil deyil. Digər çox gözəl üsullardan biri ələxüsus sifət, üz, dəri səthindən 2 sm dərinlikdə yerləşməmək şərti ilə istifadə olunan fotodinamik terapiya üsuludur ki, burada da xüsusi maddələr yeridilir damara və ondan da sonra qırmızı işıq veriləndə o işığın təsiri altında həmən maddə məhz şiş hüceyrələrində onları tələf edir, sağlam hüceyrələrə toxunmur. Ümumiyyətlə, doğru müalicənin effektivliyi ondan ibarətdir ki, burada tam zəmanətli zərərsizlik var. Ki, bu müalicə üsulunun kimyəvi müalicə üsulundan fərqi nədir, İbrahim bəy? Fərqi ondan ibarətdir ki, bütün kimyəvi maddələr, onların əsas təsir mexanizmi tez bölünən hüceyrələri məhv eləməkdir. Mitotik aktivliyi olan hüceyrələri məhv eləməkdir. Və bu açıq məlumatdır, yəni şəbəkələrdə hər bir yerdə bunu izləmək olur. Bu maddələrin özləri kanserogen, mutagen, teratogen effektə malikdir. Yəni, bu şiş əleyhinə maddələr, kimyəvi preparatlar özləri şiş yaradır. Bu ona oxşuyur ki, yanğını biz benzinlə söndürürük. Bəli, onlar qısa bir müddətdə effekt verə bilir və hətta kimyoterapiyanı da yüksək yeni səviyyə qaldırmaq olar. Almaniyada ən geniş istifadə olunan insulin potensiallaşmış terapiya istifadə olunur. Yəni, bayaq dediyim kimi, şiş hüceyrələr 40 dəfə artıq glukozanı mənimsəyirlər. Və insulini verdikdə, insanı süni olaraq hipoglikemiya apardıqda, şiş hüceyrələr daha tez tələf olunur. Şiş hüceyrələri istilikdən tez tələf olunur. Ona görə hipertermiya üsulundan istifadə eləmək olar. Və ən müasir texnologiyanı bizdə inteqrativ təbabət mərkəzimiz olduğumuza görə biz hamısını öyrənirik.